siz müəllimlərinizdən həm təhsili almaq üçün bütün onların biliklərindən faydalanmalısınız. Həm də öz gələcək həyatınızı qurmaq üçün müəllimlərinizdən nümunə götürməlisiniz. Valideynlərinizdən, qohum-əqrabanızdan, ağsaqqallardan nümunə götürməlisiniz. Onların yaxşı məsləhətlərinə qulaq asmalısınız. Böyüklərə hörmət eləməlisiniz. Böyüklərin sözlərinə riayət etməlisiniz. Azərbaycanda gözəl bir milli ənənə var. Böyüyə hörmət, ağsaqqala hörmət, atıya hörmət, anaya hörmət.